Əslində bu nə qədər mifdir, nə qədər doğrudur, ya hələ də insanlar arasında maraq doğurur. Bir çox insanlar inanır ki, xərçəng xəstəliyinin dərmansız da müalicəsi mümkündür, əməliyyatsız da müalicəsi mümkündür. Buna səbəb isə alternativ təbabətlə bağlıdır. Xalq təbabəti, bitkilər, yəni bu nə dərəcədə doğrudur? İnsanlar bunun arxasınca getməlidirmi? Çox təəssüf ki, bu bilgilərlə elmi reallıqlar üst-üstə düşmür. Əksər hallarda bəhs elədiyiniz o alternativ təbabət üsullarının heç birinin elmi araşdırılmış bir əsası olmadığını görürük. Doğrudur, bitkilər bizim həyatımızda çox önəmlidir. İmmuniteti qaldırmaq üçün, əhval-ruhiyyəmizi yaxşılaşdırmaq üçün, iştahı artırmaq üçün hamımızın gündəlik həyatda istifadə elədiyimiz bəzi bitki və ona aid məhsullar var. Amma birbaşa bunlardan müalicə, özəlliklə xərçəng xəstəliyi üçün müalicə gözləmək biraz çox sadə desək sadəlövlük olar. Çünki əksər hallarda internetdə, sosial mediada təklif olunan alternativ tibbin möcüzəvi nəticələri sadəcə göz boyamaqdan başqa bir şey deyil və çox təəssüf ki, arxasında nə elmi bir fakt yoxdur, nə də həmin hadisənin özünü araşdırıb gedib ən dərinində baxsan təsvir edildiyi kimi deyil. Ona görə də yəni əsaslı, sübut olunmuş tibb varkən, xəstəyə hər hansı bir həkimin təyinatı ilə müalicə şansı varkən, insanların bu şansını istifadə eləməyini istəyərik. Nəinki alternativ tibb kimi sonu bəlli olmayan bir suda boğulanın saman çöpündən tutması kimi bir cümlə olur bu. Yəni alternativ tibb dəstəkçi ola bilər, amma o əsas aparıcı qüvvə əsla ola bilməz.